Son günlər Təbrizdə yalnız futbol komandası deyil, Güney Azərbaycanın səsi və İranda Azərbaycan Türk kimliyinin rəmzi olan Traktor klubu ətrafında narahatlıq doğuran hadisələr və səs-küylü qalmaqallar yaşanır. Görünən odur ki, Traktorun parlaq nailiyyətləri, eləcə də onun keçirdiyi oyunlarda Azərbaycan milli ruhu və iradəsinin getdikcə daha aydın və gür eşidilən ifadəsi Tehranda bəlli dairələri, dəqiq desək, İran şəhri düşüncəsinin tərəfdarlarını ciddi şəkildə narahat edir və onlar bu səsi boğmaq üçün hər yola əl atmağa başlayıblar. İşin ən paradoksal cəhəti budur ki, özləri şovinizm və panironizm mərəzinə mübtəla olanlar traktor azarkeşlərini pantürkizmdə və separatçılıqda itham edirlər. Bu misilsiz həyasızlığa Traktor klubunun sahibi, Təbrizli iş adamı Məhəmməd Rıza Zünuzi tutarlı bir şəkildə cavab verərək deyib: "Biz panfarsları tanıyırıq, amma pantürk yoxumuzdur. 1000 ildir ki, İranı saxlayan türklərdir." Zünuzi mənsub olduğu xalqa qarşı təhqirlərə son qoyulması üçün ən radikal addıma da hazır olduğunu bildirərək əlavə edib: "Mən türklərin və Azərbaycanlıların söyülməsi üçün pul xərcləmirəm. Bu ilkçi davranışların cavabı verilməyincə rəsmən bəyan edirəm ki, komandanı oyuna buraxmayacağam. Bu onu göstərir ki, həmin panfarsların sayəsində İran futbolu idman olmaqdan çıxaraq etnik qarşıdurma və ideoloji mübarizə meydanına çevrilib. Ən dəhşətlisi isə fars şovinizminin təmsilçiləri, necə deyərlər, öz adlarını traktor azarkeşi olan türklərə qoymağa çalışır. Bununla İranda türklərə qarşı uzun tarixə malik ayrı-seçkilik və aşağılama siyasətinə haqq qazandırmağa çalışırlar. Bu işdə İran idmanına rəhbərlik edən rəsmi qurumlara, o cümlədən Futbol Federasiyasına, hökumət mediası və dövlət televiziyası da dəstək verir. Açıq-aşkar görünür ki, traktorun həm ölkə çempionatında, həm də Asiya Çempionlar Liqasında qazandığı uğurlar panironistlərin yuxusuna haram qatıb və onlar bu yüksəlişin qarşısını almaq üçün bütün vasitələrdən yararlanmağa çalışırlar. Bir neçə gün öncə Federasiyanın İntizam Komitəsi tərəfindən traktora verilən ağır cəzalar da bunun təzahürüdür. Komitənin qərarına əsasən komandaya aşağıdakı cəzalar verilib. 1. Traktorun ölkə kubokunda həm ev, həm də səfər oyunlarında azarkeşsiz oynamaq cəzası. 2. 3 milyard tümən məbləğində cərimə. 3. Traktorun 12 lider azarkeşinə 6 ay müddətinə oyunlarda iştirak qadağası. 4. Növbəti mövsümdə ölkə kubokunda Persepolis komandasına qarşı oyunda traktor azarkeşlərinin stadiona buraxılmaması. Qeyd edək ki, ötən mövsümdə traktorla oyunda Persepolis azarkeşləri tərəfindən türklərə qarşı irqçi və təhqiramiz şüarlar səsləndirilib. Amma həmin komandaya qarşı heç bir ciddi cəza tətbiq olunmayıb. Bu ikili standarta Traktor klubunun idarə heyətinin sözcüsü və keçmiş millət vəkili Məhəmməd Həsən Nejad belə münasibət bildirib. İntizam Komitəsinin verdiyi hökm futbol oyunu ilə bağlı bir qərardan daha çox nasist Almaniyasının müttəfiq dövlətlər tərəfindən cəzalandırılmasına bənzəyir. Gözləriniz və qulaqlarınız da hökmləriniz kimi selektivdir. Bu aşkar ədalətsizlik Traktor klubunun sahibi Məhəmməd Rıza Zünuzinin xüsusi bəyanatla çıxış etməsinə səbəb olub. Fars dilli medianın qalmaqallı, sərt tonlu bəyanat kimi təqdim etdiyi bu açıqlamada Zünuzi İran Futbol Federasiyasının prezidenti Mehdi Tacı ya üzərinə düşən vəzifəni yerinə yetirməyə, ya da bunu bacarmırsa istefa verməyə çağırıb. Zünuzi bəyan edib: "Əgər bu proses belə davam edəcəksə, Traktor klubunun bu liqada oynaması üçün heç bir səbəb qalmayacaq. Ədalətli şəkildə idarə olunması mümkün olmayan bir futbolun ümumiyyətlə dayandırılması daha yaxşıdır. Traktor klubu xərc çəkmir ki, bəziləri pis idarə etməklə öz mənafeylərini təmin etsin. Bunun müqabilində isə bizim azarkeşlərimiz etnik şüarların hədəfinə çevrilsin. Bu şüarlar ya federasiyanın səssizliyi ilə qarşılanır, ya da onun qurumları tərəfindən görməzdən gəlinir. Bu davranışlar qəbul edilməzdir. Hakimliyin mühəndisliyindən tutmuş bir çox planlaşdırmalara qədər hər şey elə aparılır ki, sanki traktorun əleyhinə dizayn edilib. Bəzi texniki məsələlərin üzərindən keçmək olar, amma etnik təhqirlərdən əsla nə mən, nə də traktor azarkeşləri heç vaxt bu məsələdə güzəştə getməyəcəyik. Bəyanatın sonunda qətiyyətlə bildirilib: ya bu futbol islah olunacaq, ya da traktor klubu kənara çəkiləcək və öz hüquqlarını təmin etmək üçün qanuni və beynəlxalq yollarla, o cümlədən FIFA vasitəsilə addımlar atacaq. Bu ölkənin xalqları etnik şüarlardan beziblər və artıq bu vəziyyətə dözmək istəmirlər. Bu bəyanatla eyni vaxtda ötən cümə günü Məhəmməd Rıza Zünuzi İran televiziyasında canlı yayımlanan Futbollu Gecələr proqramının qonağı olub və öz mövqeyini bir daha qətiyyətlə ifadə edib. Həmin verilişdə traktorun sahibi bir çox sensasiyalı ifşalar da edib. İran futbolundakı ədalətsizlikləri
və sahibi olduğu komandaya qarşı ayrı-seçkiliyi faktlar və sübutlarla ortaya qoyub. Bu müsahibə traktor ətrafında gedən prosesləri daha da qızışdırıb və Zunuziyə qarşı müxtəlif çıxışlara və ittihamlara səbəb olub. Hətta Həsən Ruhani dönəmində İdman və Gənclər Naziri postunu tutmuş Məsud Soltanifərin oğlu Zunuzini məhkəmə ilə hədələyib. Bu məsələ ilə bağlı İran prezidenti Məsud Pezeşkiyanın adını hallandıranlar da tapılıb. Belə ki, Persepolis komandasının keçmiş baş məşqçisi Həmid Derəxşan xüsusi açıqlama verərək deyib: "Ötən mövsümdə traktor çempion oldu və Persepolis tərəfdarları da bir söz danışmadılar. Məgər bu komanda çempion olanda biz dedik ki, traktor prezidentinin oğlunun köməyi ilə çempion olub?" Bu ritorik sualla Derəxşan əslində elə həmin fikri çatdırıb və Məsud Pezeşkiyanın traktorun azarkeşi olan oğlu Mehdi Pezeşkiyana işarə edib. Sepaha bağlı Təslim İnformasiya Agentliyi də bu mövzuda ayrıca məqalə yayaraq Zunuzini təhlükəli oyun oynamaqda və təfriqə salmaqda suçlayır. Güney Azərbaycanın bir çox siyasi və mədəni şəxsiyyətləri Məhəmməd Rıza Zunuzinin müdafiəsinə qalxıblar. Təbriz Şəhər Şurasının üzvü Hüccətül İslam Rəsul Bərgi traktora və böyük kişi adlandırdığı Zunuziyə qarşı hücumları pisləyərək mediada və stadionlarda türklərə qarşı təhqirlərə kəskin etirazını bildirib. Tanınmış jurnalist və mədəni fəal Rəşid Danışçuyi xüsusi video çıxış yayaraq Zunuziyə bir mənalı dəstəyini ifadə edib və türklərin danışan dili ucalan harayı olduğuna görə ona təşəkkürünü bildirib. Eyni zamanda onu tək qoymayacaqlarını bəyan edib. Təbrizdə fəaliyyət göstərən Nəsr News Analitik İnformasiya Agentliyi Məhəmməd Rıza Zunuzinin telemüsahibəsinin ardınca ədalətin sümüklərinin sınmasının səsini eşidirsinizmi başlıqlı yazı dərc edib. Yazıda bir hissə baş verənlərin mahiyyətini əks etdirmək baxımından xüsusi diqqət çəkir. Orada deyilir: Zunuzi canlı yayımda yalnız futboldan danışmadı. O, Mehdi Tac və onun ətrafı tərəfindən illərdir İran idmanına vurulan bir yaranın üzərindən pərdəni götürdü. Bu münaqişə artıq sadəcə bir futbol mübahisəsi deyil. Tehrandan kənarda bir komandanın boy göstərməsini bilərəkdən qəbul etmək istəməyən bir cəryanla açıq qarşıdurmadır. Doğrudan da İran şəhri cəryanının ölkə futboluna hakim kəsilməsi sayəsində İslam Respublikasının başqa sahələrdə müxtəlif üsullarla pərdələdiyi Fars-Türk qarşıdurması burada artıq açıq müstəviyə keçib və bu böyük qarşıdurmada türklərin, Güney Azərbaycanlıların qalib olacağı gün uzaqda deyil.